Salam, hər vaxtınız xeyir, gününüz xeyirli olsun inşallah. Bugün Azərbaycanımızın Gürcə xəngəli və ya başqa formalarda da xəngəl bişirmək istəyirəm. 1 kiloqram una, 1 çay qaşığı yarım duz, 1 yumurta və lazımı qədər su əlavə edib bərk xəmir yoğururam. Xəmiri gözlədirəm bir 15 dəqiqə. Bu müddət ərzində keçirəm içliyi hazırlamağa. 500 qram ətə fərqli olsun deyə 2 xörək qaşığı soyuv sos, 1 çay qaşığının yarısından qara istiot, duz və 2 orta ölçülü qırmızı soğan əlavə edirəm. Bir də 1 xörək qaşığı da su əlavə edib yaxşı-yaxşı qarışdırıram. İndi isə xəmiri kündələyirəm. 4 ədəd kündə alındı məndə və kündələri də hardasa 10 dəqiqə gözlətdikdən sonra birini götürürəm. Un əlavə edib nazik şəkildə yuxa yaymağa başlayıram. Yuxanı yaydım, hazırdır. Qalınlığını sizə göstərirəm. Bu şəkildə olmalıdır. Daha sonra bu alət vasitəsilə mən yumurlar kəsirəm. Xəmirin demək olar ki, hər bir hissəsini əvvəlcə bu şəkildə yumurlar kəsirəm. Artıq qalan xəmiri yenidən yoğururam və yenidən yayıb onlardan da yenə yumurlar kəsəcəm. Bir yuxadan bu qədər yumurlar əmələ gəldi və hamısını bu şəkildə etdikdən sonra yavaş-yavaş içərisini doldururam. İndi isə müxtəlif şəkillərdə mən bükəcəm. Əgər öyrənmək istəyirsinizsə, çox da çətin deyil, diqqətlə baxsanız edə biləcəksiniz. Hansı forma xoşunuza gəlirsə, o formada götürə bilərsiniz. Hansı forma sizə asan gəlirsə. Diqqətlə baxsanız heç də çətin deyil. Bu şəkildə hamısını etdikdən sonra bu rakuşka formasıdır. Onu deyim ki. İndi isə Gürcə xəngəli formasında edəcəm. Yenə deyirəm, asandır. Budur Gürcə xəngəli. Bu şəkildə etdim. Yenə bir ədəd Gürcə xəngəli formasında edəcəm. Bir də bir şeyi də deyim ki, burada xəmiri daha yaxşı yapışması üçün gördüyünüz kimi bir daha sizə göstərdim. Xəmirin hansı ki stola dəyən tərəfinin içərisinə ət qoyuruq. Yəni havada olan tərəfi çöl tərəfdə qalır. Belə olduqda göstərirəm sizə, onda daha yaxşı xəmir tez yapışır, aralanmır. Çünki stola dəyən tərəfi xəmirin nəmlənir, nəmli olur, ona görə tez yapışır. Bu isə adi bizim bildiyimiz şəkərbura xəmiri formasına oxşayır biraz. Bu şəkildə. Bu isə bildiyimiz pelmeni formasındadır. Ən asan formadır. Gördüyünüz kimi müxtəlif şəkillərdə etdim. Daha sonra duzlu su qaynadıram və duzlu suyun içərisinə əlavə edib bunları yaxşı bişirirəm. Bişdikdən sonra üzərinə kərə yağı əridib və ya bu şəkildə belə edə bilərsiniz. Mən etdiyim şəkildə və mən soğança düzəltmədim, sadə bir şəkildə etdim. Üzərinə smetan və ya qatıq əlavə edib, sarımsaq qatığı da ola bilər, əlavə edib yeyə bilərsiniz. Çox dadlı olur, həm asandır, həm də ki bu şəkildə edib dondurucuya qoyub bir həftə ərzində və ya 10 gün ərzində istifadə edə bilərsiniz. Vaxtınız olmayanda tez yemək bişirmək üçün çox əlverişlidir. İzlədiyinizə görə təşəkkür edirəm.